evin alınması birdir, yeni tikilidə və yaxud da köhnə tikilidə. Onun təmir məsələsi başqa bir mövzudur. O düzdür, onu evə alandan sonra başlanılır fikirləşilməyə ki, necə təmir edeyim, nətər edeyim bunu təmir. O sizin əslində bir yanaşma var idi ki, o 100 kvadratlıq evi verin, onu bir 110 kvadrat eləyək, biz sizə qaytaraq. Bu necə bir yanaşmadır? Necə onu eləyə bilirsiniz də? Yəni belə daha çox eləyə bilirsiniz, həcmini artıra bilirsiniz, yoxsa evin ergonomikasını dəyişirsiniz? Evin ergonometriyasında və ya evin bölgüləndirməsində insan addımları hesablanmalıdır. Necə insan addımları? Yəni, məsələn, bir mətbəxin içində bir xanım neçə dəfə addım atır. Əgər biz, adi elementar bir şey deyirəm, moyka ilə, yəni qab yuyduğumuz moyka ilə qazın yerini dəyişəndə biz özümüz belə bilmədən bunu qeyri-professional şəkildə eləsək, orada xanımın bir müddətdən sonra yorulduğunu müşahidə eləyəcəyik. Çünki bu elementar bir şeydir. Əslində bizim gündəlik gördüyümüz bir işdir. Rahat olmur. Bəli, orada addım sayı artırsa, statistik olaraq çıxarsaq görəcək ki, həmən mənzillərdə hansı ki doğru bölgüləndirmə gedilməyib, orada insanlar daha çox yorulurlar. Səbəbini bilmirlər. Səbəb əslində budur. Hədsiz dərəcədə funksionallıq qorunmadığı üçün addım sayı artır. Addım sayı artdığına görə yorğunçuluq yaranır. Və özümüz də bilmədən bəzən buna səbəb verə bilmirik. Deyirik ki, o mənzil bizə rahat deyil. Amma niyə rahat deyil? Axı, hər şey qaydasındadır, hər şey yerində görsənir. Sənin istədiyin rənglər qoyulub, sənin istədiyin kimi bölgüləndirmə olunub. Niyə rahatlıq tapmırsan? Çünki funksionallıq gözlənilməyib. Hər bir kəs bölgüləndirmə eləyə bilər. Niyə bölgüləndirməyə bu qədər önəm verirəm? Çünki mənzilin, evi tikəndə necə təməl o qədər önəmlidir. Mənzili də təmirə başlamamışdan öncə onun bölgüləndirmə şəkli o qədər önəmlidir. Ona görə 100 kvadratdan 110 kvadrat çıxartmaq olur.